Arif dünyasını değişip ruhu şad. Ruh hakkında inşallah bir hakkı suretil Fat. Səhəri çox bəd bir xəbərlə açdıq. Arif Buzovnalı elə bir şəxsiyyət idi ki, hər tərəfli insan idi. Həm ədəbiyyat baxımından, həm Azərbaycan mədəniyyəti baxımından bir çox dərin biliklərə sahib idi. Onun itkisi böyük bir boşluq qoyacaq. Bu boşluq düşünürəm ki, Azərbaycan ədəbiyyatında uzun müddət hiss olunacaq. Bir ümidverici tərəf var ki, onun yaxşı yetişdirdiyi tələbələr var. Bu, bizim klassik ədəbiyyatımızın yaşaması üçün də böyük bir təkandır. Onun yetişdirdiyi tələbələr onun yolunu, onun izini davam edəcəklər. Amma sənət barmaq izi kimidir də, o hər sənətçinin özünə məxsus yeri hər zaman görünəcək. Arif müəllimin də həmçinin. Bayaq da bir yerdə dedim, burada da deyirəm, Arif müəllimin bəlkə də ən böyük töhfələrindən biri bizim klassik poeziyamızda olan məclis, ədəbi məclis ənənələrinin davam eləməsi idi ki, onun məhəkdaşı ilə də əsas qüvvəsi Arif müəllimin o idi ki, o böyük bir tələbə ordusu yetişdirmişdi. Allah rəhmət eləsin. Arif Buzovnalı mən ilk dəfə Alim Qasımovun ustad dərsləri verilişində televiziya vasitəsilə görmüşdüm. Arif doğrudan da istedadlı şair olduğu qədər də gözəl bir ziyalı idi və biz onu itirməklə həm bizim müasir qəzəl ədəbiyyatının ən istedadlı nümayəndəsini, həm də gözəl bir ziyalını itirdik. Amma bir məsələ var ki, Arif həm də ustad idi. Onun onlarla tələbəsi var. O Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin rəhbəri idi. Onun ətrafında birləşmiş gənclər mən əminəm ki, onun yolunu davam etdirəcəklər. Mən Arif Buzovnalı haqqında onu deyə bilərəm ki, o bizim ədəbiyyatımızda və yaddaşımızda Füzuli və Seyid Əzim ənənələrinin 20-ci əsrin sonu, 20-ci əsrin əvvəllərində ən istedadlı nümayəndələrindən biri, bəlkə də birincisi kimi qalacaq. Allah rəhmət eləsin, övladlarına can sağlığı versin. Mən öz adımdan da, bütün qələm dostlarım adından, Arifi sevən, şəxsən tanıyan və əsərlərini oxuyub tanıyan bütün adamlar adından onun ailəsinə dərin hüzünlə başsağlığı verirəm. Ümid eləyirəm və əminəm ki, onun işıqlı xatirəsi Arif Buzovnalının oxucularının da, tanışlarının da ürəyində həmişə yaşayacaq. Allah Hacıya rəhmət eləsin. Həqiqətən Azərbaycan ədəbiyyatı üçün çox böyük bir itkidir. Hər bir şairə nəsib olmur ki, həm gözəl şair, həm tədqiqatçı, həm füzulişünas, həm də gözəl ustad olsun. Hacı Arif bunların hamısını özündə cəm eləyən bir insan idi və o böyük bir irsin davamçısı idi. Öz davam elətdirdiyi yolu da öz tələbələrinə gözəl bir şəkildə ötürmüşdü. İnşallah ümid edirəm ki, biz də onun miras qoyub getdiyi bu böyük irsi layiqincə davam elətdirib, həm də özümüzdən sonraki nəsillərə də ötürə biləcəyik. Bugün Azərbaycan ədəbiyyatına böyük bir itki üz verib. Şair qəzəlxan, təhqiqatçı Arif Buzovnalı uzun sürən xəstəlikdən dünyasını dəyişib. Bugün dostları, qələm dostları, yaxınları, doğmaları ilə vida mərasiminə yığışıb. Biz də öz adımızdan Allahdan ona rəhmət diləyirik. Allah ruhunu şad eləsin. فبأي آلاء ربكما تكذبان